Milli parkların su ehtiyatları üçün əhəmiyyətini bilirdinizmi? Azərbaycanda 12 milli park var. Bir damcı həm də buradakı su hövzələrində qorunur. Göllər şirin su mənbəyi olmaqla yanaşı, quşlar və heyvanlar üçün sığınacaqdır. Meşələr yağıntını torpaqda saxlayır, yeraltı suların formalaşmasına kömək edir. Bataqlıqlar isə suyu filtrasiya edərək çirklənməni azaldır. Lakin iqlim dəyişikliyi və quraqlıq bu tarazlığı pozur. Bəzi su hövzələri qurumaq təhlükəsi ilə üz-üzədir. Quşlar köç edir, heyvanlar yaşayış yerlərini itirirlər. Hər damcı həyat üçün əvəzsizdir. İndi qoruyaq ki, sabah gec olmasın.